Herkese salam uşaqlar. Bugün sizlerle bir yerdə bugün hardasa yarım saat əvvəl Sədərəyə getdim və aldığım zirba çiyetlərin hamısını sizə göstərəcəm. Gəlin istəyirsiniz ilkindən başlayaq. İlk bunu almışam. Adı TP8-dir. Yəni bunu mən 3 manat pul verdim. Sonra belə bir zirba çiyet almışam. Ek 1001. Bunu mən 2 manat 50 qəpiyə aldım uşaqlar. Belə qoyaq, qoyduq. Sonra top, yəni top 1007 super top. Bundan uşaqlar 2 dənə aldım. Belə ikisi də eynidir. Bunlar da belə gedir. Sonra uşaqlar dumbum aldım, amma balacasıdır da. Baxın, Big Bang dumbum var, o yekə olan, onun balacasından aldım. Bunlara 6 manat pul verdim. Mən buna 4 manat pul verdim. Sonra gəlir P23. Orijinaldır, balacasının orijinaldır. Mənə elə dedilər. Yəni dediklərinə görə P23-ün orijinaldır balacasının. Bu da belə. Sonra P750. Bunun mən fitilini tapa bilmədim uşaqlar. Baxın, fitili yoxdur. Fitili tapmadığıma görə da bilmirəm neyniyim bu zil paketi. Sonra əsl P23. Buraya gedirmə deyil. Baxın, yəni burada hardan bilirsiniz desəz, bu içəri gedir burada. Yandan olanlar daha güclü partlayır. Deyim sizə, yəni bilin. Ay, düşdü. Düzəldək. Qala bilməyəkdir. Belə. Sonra göstərim sizə belə bir şey aldım. Biz bilmirəm nədir bu. Gürcüyə oxşuyur, amma gürcü deyil. Gürcü kimi baxın, burasında it var. Məncə gürcü deyil. Bu da getdi bura. Zenga'nın təzəsi olan, köhnəsi yox, ən təzə çıxandan aldım uşaqlar. Zenga, baxın, yəni belə bir şeydir Zenga. Amma təzəsindən də. Ona görə bu da getdi. Demək qiymətləri demək yaddan çıxdı. Uşaqlar, bunlar bu 2 manat 50 qəpik, 6 manat, 4 manat, 2 manat 50 qəpik, 6 manat, 4 manat, 1.50, 2 manat, 3 manat, 3 manat. İndi isə Crazy Robot aldım. Baxın, Crazy Robota oxşamır. Üstündə robot şəkli yoxdur, amma Crazy Robotda MK1002. Deyəsən saxtadır, saxtaya da oxşur, əslə də oxşur da bu. Amma belə çox qəşəng partladanlardandır bu da. Bunu da qoyaq bu tərəfə. İndi əsas ən böyüyümüz Co 2010. 2020-ni tapa bilmədim uşaqlar. Co 2010. Yəni yanına da qoyanda bilinir ki, nə qədər böyükdür. Super topla eynidir, amma yenə də Co 2020 böyükdür. Onu aldım. Bu da belə. Bundan hamısı ümumi 33 manat pul vermişəm. Əgər siz də almaq istəyirsə, indi dəqiq yerlər deyəcəm. Sədərəkdən aldım. Şirniyyat evi var orada. Şirniyyat sektoru. Oradan aldım. Sıra 3-dən 16-ya qədər olanda gəzirsə, düz gedirsə, hamısı eyni daxil. Oraya gedəndə elə cəmaət mən qabağıma çıxıb deyir ki, qarşı zil paket satıram. Mən də hamısından aldım. İnşallah Co 2020 ilə post alacağam. Bəlkə part 2 gələr. Yəni belədir də zil paketlərimiz. Məncə qəşəngdir, pis deyillər. Yəni bu Sədərəkdən alınmadı. Yəni kim deyirsə Sədərəkdə zil paket yoxdur, yalandır. Mən elə bu gün ayın 25-də, bəli, bu gün ayın 25-də elə satırdılar hələ də. Sağ olun dostlar, bu qədər. Əgər çox like gəlsə, daha çox zil paketlərdən alacağam. Sağ olun, özünüzə yaxşı baxın.